Salam. Bugün sizinle paylaştığınız mənbələr əsasında çox maraqlı bir mövzuya toxunacağıq. Salam. Bəli, həqiqətən də maraqlıdır. Tarixin gedişatını dəyişən, amma çox vaxt, yəni heç fərqinə varılmayan anlar. Kiçik səhvlər, gözlənilməz şeylər necə böyük nəticələrə, hətta faciələrə yol açıb. Tamamilə. Məqsədimiz də elə bu zəncirvari reaksiyaları, bu effekt zəncirlərini anlamaqdır. Görək bu kiçik qığılcımlar necə böyük alovlara səbəb olub. Bəli. Mənbələrdə də gördüyümüz kimi, ən böyük dönüşlər bəzən ən kiçik, ən gözlənilməz detallardan başlayır. Məsələn? Orta əsrlərdəki pişik məsələsindən tutmuş, Sarayevoda bir, necə deyim, uğursuz dönüşə qədər. Hətta kosmosdakı texniki qüsurlara qədər, eləmi? Bəli, bəli. Bugün, bax, bu zəncirləri bir-bir izləyəcəyik sizin üçün. Sanki kəpənək effektinin tarixi nümunələri kimi. Onda gəlin elə orta əsrlərdən başlayaq. Mənbələr deyir ki, Avropada müəyyən dini inanclar var idi. Düzdür, pişikləri şeytanla əlaqələndirirdilər. Və buna görə də onları kütləvi şəkildə öldürürdülər. İlk baxışda, yəni sadəcə bir möfhumat kimi gəlir qulağa. Amma nəticəsi dəhşətli olur. Necə yəni? Çünki pişiklər olmayanda onların təbii ovu olan, yəni siçanların sayı birdən-birə kəskin artır, nəzarətdən çıxır. Aydındır. Siçanlar da ki? Bəli, onlar da öz növbəsində qara ölüm deyilən vəbanı yayırlar və bu bütün Avropada sürətlə yayılır. Mənbələrdəki rəqəmlər heyrətamizdir. Təxminən 75 milyon insan. Bəli, təsəvvür edin, bir inancdan başlayan zəncirvari reaksiya, deməli bütün qitənin taleyini dəyişir. Bu, birbaşa pişiklərin öldürülməsi ilə başladı. Doğrudan da kiçik bir səbəb, amma nə boyda nəticə. Amma təkcə inanclar deyil də, bəzən bir anlıq səhv, bir diqqətsizlik də. Bəli, Sarayevo hadisəsi kimi. 1914-cü il, arxidük Frans Ferdinand. Bəli, o və xanımı sui-qəsd cəhdindən salamat qurtulurlar əvvəlcə, amma sonra xəstəxanadakı yaralıları ziyarət etmək istəyirlər. Və sürücü? Sürücü yolu səhv salır, marşrutu qarışdırır. Bax, məhz bu səhv dönüş zamanı mənbələrə görə onların korteji tamamilə təsadüfən yenidən sui-qəsdçi Gavrilo prinsiplə qarşılaşır. Bəli, və bu dəfə cəhd uğurlu alınır. Bu hadisə də Birinci Dünya müharibəsinin başlamasına bir bahanə oldu, elə deyilmi? Tam olaraq bir səhv dönüş, amma nəticədə 30-dan çox ölkə müharibəyə girdi. Milyonlarla insanın taleyi dəyişdi. Bu cür təsadüflər, səhvlər təkcə siyasətdə olmur deyəsən. Texnologiya sahəsində də var. Bax, sizin mənbələrdəki NASA, Challenger qəzası. 1986-cı il. Challenger faciəsi. Çox kiçik bir detal səbəb olur buna. Nə idi o detal? O-ring deyilən rezin halqa. Çox sadə bir şeydir əslində. Raketin yanacaq çənlərini bir-birinə bağlayan yerdə, belə deyim, kip saxlamalıdır. Amma çox soyuq havaymış həmin gün və bu rezin halqa soyuqdan elastikliyini itirir. Yəni, öz işini görə bilmir. Nəticədə? Yanacaq sızır və qalxışdan cəmi 73 saniyə sonra bum, partlayış. 7 astronavt həlak olur, dəhşət, bir rezin parçası. Bəli, amma işin maraqlı tərəfi odur ki, mənbələr deyir ki, mühəndislər əslində bu O-ring problemini bilirdilər, yəni xəbərdarlıq etmişdilər. Necə yəni? Bilə-bilə risk etdilər. Görünür, uçuşu təxirə salmamaq üçün təzyiqlər olub və risk, belə deyim, düzgün qiymətləndirilməyib. Bu da məsələni biraz da gəlizləşdirir. Deməli, təkcə texniki qüsur yox, həm də qərar vermədə problem olub. Oxşar bir şey, yəni insan faktoru Çernobılda da var axı. Yenə 1986-cı il. Bəli, həmin ilin digər böyük fəlakəti Çernobıl atom elektrik stansiyası. Orada da operatorlar təhlükəsizlik qaydalarını kobud şəkildə pozurlar. Niyə? Nə edirdilər? Riskli bir sınaq keçirirdilər və nəticədə reaktor partlayır. Radioaktiv çirklənmə təkcə ora yox, bütün Avropaya yayılır. Bu da göstərir ki, mürəkkəb sistemlərdə insan səhvi nə qədər kritik ola bilir. Tamamilə. Bir neçə qayda pozuntusu, amma nəticəsi qlobal fəlakət. Və siyahını bitirmək üçün bəlkə də ən məşhuru Titanik. Titanik. Hamı bilir ki, icebergi dəydi, batdı. Amma məsələ təkcə icebergdə deyil. Mənbələrdə başqa nə deyilir? Deyilir ki, gəmiyə dəfələrlə xəbərdarlıq gəlib iceberglərlə bağlı, amma kapitan, ekipaj, yox,
Cədvələ uyğun getmək, bəlkə də sürət rekordu qırmaq istəyi, sürəti azaltmayıblar, risk ediblər. Üstəlik başqa problemlər də var idi deyəsən. Binokul məsələsi, qayıqların azlığı. Bəli, bəli. Müşahidəçilərdə binokl olmayıb, xilasedici qayıqlar da az olub, hamısı üst-üstə gəldi. Nəticədə batmaz gəmi ilk səfərində batdı. 1500-dən çox insan öldü. Bu da həddən artıq özünə inamın, kiçik detalları göz ardı etməyin nəticəsi. Tam olaraq. Beləliklə, bütün bu misallar, pişiklər, səhv dönüş, o rezin halqa, qayda pozuntusu, xəbərdarlıqlar, hamısı eyni nəticəyə gəlir. Bəli, əsas fikir odur ki, tarix, yəni təkcə böyük liderlərin qərarları ilə yazılmır. Çox vaxt gözə görünməyən kiçik detallar, insan səhvləri, təsadüflər. Bəzən də sadəcə bəxtsizlik. Bəxtsizlik də rol oynayır. Bu nümunələr göstərir ki, mürəkkəb bir sistemdə fərqi yoxdur, cəmiyyət olsun, texnologiya olsun, kiçik bir qüsur və ya səhv qərar hər şeyi alt-üst edə bilər. Bu da bizi düşündürür. Görəsən indi bizim dövrümüzdə hansı kiçik detalları, hansı riskləri göz ardı edirik? Çox vacib sualdır. Bəs bütün bunların sizin üçün əsas mənası nədir? Yəni, bu müzakirədən nə öyrəndik? Əsas odur ki, ən böyük dəyişikliklər, ən böyük faciələr heç də həmişə böyük səbəblərdən yaranmır. Çox vaxt kökündə kiminsə fərqinə varmadığı bir detal, tələsik bir qərar, bir anlıq diqqətsizlik dayanır. Və sonda sizin üçün də bir düşüncə, görəsən bizim öz həyatımızda, yaşadığımız bu dövrdə hansı kiçik, əhəmiyyətsiz görünən şeylər, hansı qərarlar heç fərqində olmadan gələcəyi hansı tərəfə yönəldir? Bu haqda düşünməyə dəyər.